Retrospektiv Development komandasının iştirak etdiyi development prosesinin analizi və məhsuldarlığı artırma üsullarını müəyyən etdiyi, eləcə də keçən sprintdə nəyin doğru getmədiyini və növbəti sprintdə təcili olaraq nəyin düzəldilməsi lazım olduğuna qərar verdiyi 1 saatlıq görüşdür. Retrospektiv adətən sprint review görüşündən dərhal sonra keçirilir. Retrospektiv müzakirə debat formasında keçirilir və hər kəsin özünü ifadə etmə şansı var. Komanda fikirlərini əldə etmək üçün müzakirəyə əsaslanan başqa bir üsul sadəcə plus delta istifadə etməkdir. Plus delta komanda nəyi daha çox etməlidir və nə dəyişdirilməlidir kimi 2 sütundan ibarətdir. Komandanın açıq və şəffaf dialoq yaratması üçün çoxlu üsullar var. Diskusiyanın necə aparıldığından asılı olmayaraq, komanda irəlidə nəyi dəyişəcəyini razılaşdırmalıdır. Onları prioritetləşdirməlidir, növbəti iterasiyada həyata keçiriləcək fəaliyyət planı yaratmalıdır. Bu komandanın dərhal davamlı təkmilləşdirməsidir.